bizim MKN-də ən axırıncı mövzumuz ideal qaz qanunlarıdır. Bu qanunlar vasitəsilə də MKN-i bitiririk. Ümumiyyətlə, ideal qaz qanunu dedikdə, təbii ki, burada ideal qazın hal tənliyindən, yəni Mendeleyev-Klapeyron tənliyindən çıxan nəticəyə əsasən yola çıxırıq. İndi burada biz əvvəlcə ideal qazın hal tənliyini yazaq. Onda biz nə demişdik? Biz demişdik ki, PV, yəni təzyiqin həcmi olan hasilinin temperaturu olan nisbəti, yəni PV bölək T bərabərdir nüer şərti ödənirdi, düzdür? Və biz burada nü-nü 1 mol, yəni molu sabit qəbul etsək, R isə təbii ki, universal qaz sabitidir, o da sabitdir. Bu hissəmiz bizim konstant, yəni sabit olduğuna görə, təbii ki, bərabərliyin sağ tərəfi sabitsə, sol tərəfi dəyişə bilməz axı. Onda deməli, sol tərəfdə sabit qalmalıdır da, düzdürmü? Yəni, biz PV bölək T-ni sabit kimi nəzərə alırdıq. Yəni, PV bölək T bərabərdir konstant belə qeyd edə bilərik. Yəni, sabit yazmırıq. Təbii ki, biz anlayaq deyə yazdım. Konstant olaraq qəbul edirik. Deməli, bununla irəli gələn bir nəticə isə qaz qanunlarını əmələ gətirir. Qaz qanunlarında bəs nə olacaq? Qaz qanunlarında həmin bu makroskopik parametrlərdən, yəni təzyiqdən, həcmdən və ya temperaturdan birinin sabit qalması ilə digər ikisi arasında olan əlaqə, digər ikisi arasında olan mütənasiblik bizim üçün qaz qanunları hesab olunur. Bu qaz qanunlarında əlbəttə ki, 3 şərt olacaq təbii ki. Çünki deyirəm ki, burada neçə kəmiyyət var? 3 makroskopik parametr var, düzdür? Təzyiq, həcm və temperatur. Burada birinci təzyiqi sabit saxlaya bilərəm, həcmi sabit saxlaya bilərəm, bir də temperaturu sabit saxlaya bilərəm da, düzdür? Yəni 3 halımız var. Bu ideal qaz qanunları da bu 3 qanun, 3 proses ətrafında birləşib. İndi gəlin o prosesləri bir-bir nəzərdən keçirək. Baxın, uşaqlar, əslində çox sadədir, çox rahatdır. Diqqətli olsaq heç bir çətinliyimiz yoxdur. Gəlin onda başlayaq birincidən. Əvvəlcə fərz edirəm, ən birinci yuxarıdan, deməli biz tənliyimizi yazaq. Deməli yazırıq P, V bölək T bərabərdir konstant. Düzdürmü? Bu bizim şərtimiz. İndi gəlin bunu birinci hala tətbiq eləyək. Birinci halda fərz edirəm ki, temperatur sabitdir. Gəlin temperaturun sabit olduğu hala baxaq. Yəni T bərabərdir konstant deyirəm. Bu prosesin öz adı var. Bu proses izotermik proses adlanacaq bizim üçün. İzotermik proses. İzotermik. Yəni izotermik o deməkdir ki, temperaturun sabit qalmasına gedən prosesdə belə deyək. İzotermik proses. Adımız oldu belə. Temperatur sabitdir. İndi gəlin baxaq görək temperatur sabit olanda nə olacaq? Bu o deməkdir ki, temperatur sabit olanda təbii ki, burada mən qrafiklərimi necə çəkəcəm? Temperaturun təzyiqdən və ya həcmdən və ya konsentrasiyadan və ya sıxlıqdan və s. heç nədən asılı olmadığını qeyd etməliyəm. Çünki temperaturun sabit olmağı nə deməkdir? Yəni sən qazın təzyiqini nə qədər artırsan artır, sıxlığını artır, nə edirsən elə, burada temperatur dəyişməyəcək. Çünki başda şərt qoymuşuq. Temperatur sabitdir. İzotermik proses. Bəs izotermik prosesdə təzyiq və həcm arasında necə bir asılı olacaq? Gəlin onu nəzərdən keçirək. Təbii ki, təzyiq ilə həcm arasındakı asılığı bilmək üçün biz axı asılıqları biləndə düsturdan istifadə edirik. Gedirik ideal qazın hal tənliyinə. Mən görürəm ki, ideal qazın hal tənliyinə əsasən burada əgər temperatur sabitdirsə, təzyiq və həcm nədir uşaqlar? Vurulan kəmiyyətlərdir. Vurulan kəmiyyətlər hər zaman tərs asılıdır. Deməli, təzyiq ilə həcm arasında tərs asılıq quracam. Bu o deməkdir ki, yəni təzyiq artdısa həcm azalacaq, təzyiq azaldısa həcm artacaq və ya tam tərsi. Onda deməli burada mən nə yazacağam? Temperatur sabitsə, onda PV bərabərdir konstant şərtini yaza bilərəm. Çünki onsuz da artıq bu da konstant olaraq qəbul edildi da. Onda deməli yazıram nə? PV deməli PV bərabərdir konstant və yəni burada artıq necə bir asılıq quracam uşaqlar? P1 bölək P2 bərabərdir V2 bölək V1 və ya bunları çarpaz vursam, adi mütənasiblik kimi düşünün. P1 V1 bərabərdir P2 V2 və salam. Bu olur bizim ideal qazın birinci qanunu. Fikir verirsinizsə o qədər də çətin bir şey yoxdur, düzdürmü? Yəni burada biz əsas nəyə fikir verməliyik? Əsas ona fikir verməliyik ki, burada temperatur sabit olanda təzyiqlə həcm arasında tərs asılıq qururam. Yəni məsələn deyirəm, burada da bu xətt üzərində əlbəttə ki, temperatur nədir? Temperatur sabitdir. Çünki temperaturun sabit olduğu hallar üçün təzyiq həcmdən tərs
tərs aslı götürür. Məsələn, sən burada nə də deyə bilərsən? Sən burada deyə bilərsən ki, tutalım, təzyiq 2 dəfə artdı, həcm 2 dəfə azalacaq. Həcm 3,5 dəfə azaldı, təzyiq 3,5 dəfə artacaq. Həcm 4 dəfə artdı, temperatur dəyişməyəcək. Çünki izotermik proses demişik. İndi burada belə bir nüans var ki, əgər proses həcmin artması ilə gedirsə və yaxud da burada yəni təzyiq azalırsa da, təzyiq azalanda da həcm artır axı. Onda bu hal bizim üçün genişlənmə adlanacaq. Genişlənmə. Görün nə qədər də məntiqlidir uşaqlar. Həcm artmağına genişlənmə deyərəm də. Həcm azalırsa, yəni təzyiq artırsa, çünki təzyiqlə həcm tərs asılıdır axı. Onda bu hala mən sıxılma deyəcəm. Sıxılma. Yəni bir qrafikdə mən görürəm ki, təzyiq artır. Avtomatik öz-özümə nə deyəcəm? Təzyiq artırsa həcm azalır da izotermik proses üçün. Həcm azalırsa sıxılmadır. Və salam. Bir qrafikdə görürəm ki, təzyiq azalır. O zat fikirləşirəm, təzyiq azalırsa həcm artır. Çünki tərs asılıdırlar. Onda həcm artırsa mən buna genişlənmə deyəcəm. Həcmin artmağı nədir uşaqlar? Yəni qazın həcmi artır da. Tutalım, əvvəl bu boyda idi, indi bu boydadır. Bu həcmin artmağı deməkdir. Və salam, bu da oldu bizim üçün izotermik proses. Gəlin indi ikinci prosesimizə baxaq. Aha, ikinci prosesimizdə uşaqlar, bu səfər də məsələn təzyiqi sabit götürək. Yazıram P bərabərdir konstant, yəni təzyiqin sabit qalması ilə gedən prosesdir. Uşaqlar, bu proses də bizim üçün izobar proses adlanacaq. İzobar proses hesab olunacaq. Yəni bu sözü harda eşitsə biləcəyik ki, burada artıq təzyiq sabitdir. Yenə də bir dənə tənliyi yadımıza salaq. PV bölək T bərabər konstant demişdik, düzdürmü? İndi bu konstant heç burada təzyiq də sabit olunur. Mən nə görürəm? Həcm və temperatur bölünür. Uşaqlar, bölünən kəmiyyətlər düz asılıdır. Onda deməli burada həcmlə temperatur arasında düz aslılıq quracam. Vəssalam. Yəni, burada gəlin ən birinci bunu düşünək ki, əgər məndən təzyiqi soruşsa ki, təzyiq, yəni P, temperaturdan necə asılıdır, nə bilim, həcmdən necə asılıdır, konsentrasiya və s. uşaqlar fərqi yoxdur. O, sabit götürəcəm. O heç, çünki izobar proses demək təzyiqin sabit qalması deməkdir də. Yox, əgər məndən, məsələn, soruşsa ki, həcm temperaturdan necə asılıdır, nə bilim, temperatur da həmçində həcmdən necə asılıdır, onda uşaqlar artıq baxın, həcm temperaturdan necə asılı olacaq, tənliyi bir dənə yazına sal, PV bölək T sabitdir, düzdür? Burada P gedəndə VT-yə neyinir uşaqlar? Bölünür. Bölünən kəmiyyətlər düz asılı olduğuna görə sən burada düz asılılıq götürəcəksən. Aha, gəlin indi burada düz asılılığımızı da qeyd edək. Vəssalam, bu da oldu bizim qrafikimiz. Deməli, bu qrafiki də görəndə mən artıq biləcəm ki, bu izobar prosesdir. Burada da deməli, bu xətt üzərində nə olacaq uşaqlar? P bərabər konstant qəbul ediləcək. Onda deməli, mən burada nə edəcəm? Uşaqlar, bu səfər də V böl T nisbətin sabit götürəcəm. Yəni, konstant qəbul edəcəm. Onda deməli, nə yazacağım uşaqlar? Düz asılılıq qursam V1 bölək V2 bərabərdir T1 bölək T2 və salam və ya yenə və ya ilə yazım V1 T2 bərabərdir V2 T1 hasil şəklində bu şəkildə və salam. Yəni bunlar onsuz da riyaziyyatdan birlikdə biz düz asılılıq nə deməkdir? Və salam, bu da olur mənim düz asılılığımın ifadəsi. Yəni həcmlə temperatur düz asılıdır. Yəni həcm 2 dəfə artdı, temperatur da artacaq. Həcm 2 dəfə azaldı, temperatur da azalacaq. İndi uşaqlar burada mən nə deyəcəm mən? Bəs ona baxın. Əgər həcm artırsa, yəni və yaxud da temperatur artırsa, onsuz da bunlar düz asılıdır. Onda uşaqlar mən buna həm genişlənmə deyə bilərəm. Çünki həcmin artmağı uşaqlar nə deməkdir? Həcmin artmağı genişlənmə deməkdir də. Həm genişlənmə deyə bilərəm. Amma bir yandan da nə görürəm uşaqlar, temperatur da artır. Ona görə buna qızma da deyə bilərəm. Amma bayaqçında deyə bilmərəm. Ha, bayaqçında izotermik prosesi idi. Orada həcm artanda müəllimə temperatur da artır da, qızma deyək. Yox uşaqlar, birinci halda temperatur sabitdir, orada temperatur dəyişmir. Ona görə o sözü işlədə bilmərsən. Və yaxud da həcm azalanda və yaxud da temperatur azalanda, çünki həcmin azalmağı ilə temperaturun azalmağı deməkdir. Buna sən sıxılma da deyə bilərsən. Çünki həcmin azalmağı bizim üçün sıxılmadır. Temperaturun azalmağı da soyumadır da uşaqlar, soyuma da deyə bilərik. Və salam, bu da olur bizim ikinci halımız. Yəni, həcm artırsa, temperatur artırsa buna genişlənmə və ya qızma deyə bilərsən. Azalanda da sıxılma və ya soyuma deyə bilərik. Bu da belə, bu olur bizim ikinci prosesimiz. İndi gəlin üçüncü prosesimizə baxaq.
Aha, üçüncü prosesimizdə uşaqlar yerdə qalan üçüncü kəmiyyəti, yəni həcmi sabit götürək. V bərabərdir konstant. Uşaqlar bu proses də bizim üçün izoxor proses hesab olunacaq. İzoxor proses, yəni həcmin sabit qalması ilə gedən proses. Gəl bir dənə fikirləşək uşaqlar, PV bölək T bərabər konstant idisə və burada həcm sabit olanda nə olur uşaqlar? PT-yə nə inir? Təzyiq də həcmə bölünür. Daha da üzr istəyirəm, temperatura bölünür. Vəssalam, deməli təzyiq də temperaturdan düz asılıdır. Bu da olur bizim üçüncü belə deyək qanunumuz. Yəni birinci gəlin onu qeyd edək ki, əgər burada səndən həcmi soruşsa ki, həcm necə asılıdır uşaqlar? Həcm necə asılıdır desə əgər bizə ki, nə bilim temperaturdan, nə bilim təzyiqdən və s. o aslı götürməyəcəm uşaqlar. Çünki izoxor proses artıq dedik axı başda həcm sabit olan prosesdir. Amma məndən soruşsa ki, məsələn deyirəm təzyiq temperaturdan necə asılıdır? Təzyiqin temperaturdan asılılığını mən artıq PV bölək T-yə görə düz aslılıq qəbul edəcəm. Düz aslılıq qəbul edəcəm və bu ox üzərində də bu səfər V bərabər konstant halı ödənmiş olacaq. Deməli onda burada da P bölək T nisbəti bizim üçün sabit qəbul ediləcək. Yəni düz aslılıq quracağım da P1 bölək P2 bərabərdir T1 bölək T2 şəklində yazacağam. Yenə yazıram və ya P1 T2 bərabərdir P2 T1 şəklində də ifadə edə bilərik. Bu da bizim üçün olur nə uşaqlar? İzoxor proses. İndi uşaqlar gəlin burada baxaq. Əgər temperatur azalarsa və yaxud da təzyiq azalarsa, çünki onsuz da bunlar düz asılıdır, mən buna soyuma deyəcəm. Soyuma. Uşaqlar artıq sıxılma deyənmərəm ha, çünki burada həcm sabitdir. O siz dediyiniz həcmin dəyişdiyi hal üçün burada həcm sabitdir. Temperatur artdıqda və yaxud da həmçinin təzyiq artmış olur onda. Təzyiq artdıqda mən buna artıq qızma prosesi də deyə bilərəm. Çünki temperaturun artmağı qızma deməkdir. Vəssalam. Bu da olur bizim uşaqlar izoxor prosesimiz, üçüncü qanunumuz. Oldu, bitdi. İndi gəlin bir şəkil üzərində birdən çox qrafiklərin necə proses olduğunu nəzərdən keçirək. Aha, gəlin uşaqlar, indi biz bu qrafikdə hər bir qrafikin mənasını başa düşməyə çalışaq. Baxın, birinci uşaqlar, başlayaq 1-2 qrafikindən. Fikir verirsinizsə 1-2 qrafiki, bax bu qrafikdir da, düzdür? Biraz da qalın çəkəcəm. Uşaqlar, baxanda görək, baxın bu qrafikdir da 1-2 qrafiki. Baxın 1-2 qrafiki bu qrafikdir. Mən bu qrafikdə nə görürəm uşaqlar? Fikir verirsinizsə, bu qrafikdə P V-dən tərs asılıdır. Yəni təzyiq həcmdən tərs asılıdır. Uşaqlar, təzyiq nə vaxt həcmdən tərs asılı olur? Təzyiq həcmdən tərs asılı olurdu temperaturun sabit halında. Yəni bu prosesdə T bərabərdir konstantdır uşaqlar. T bərabərdir konstant və yaxud da biz buna nə demişdik uşaqlar? İzotermik proses demişdik. Amma indi gəlin görək burada nə olur? Bax, 1-dən 2-yə bu belə gedir. Yəni get-gedə nə inir? Həcm artır uşaqlar. Həcm artırsa buna artıq biz nə deyəcəyik? İzotermik genişlənmə. Gəlin indi bu laf qarşısına yazaq. Deməli, izotermik, bu prosesin adı olacaq nə? İzotermik genişlənmə və salam, bu da bizim oldu ifadəmiz. Deməli, mən burada birinci sabiti tapdım. Hardan tapdım? Görürəm ki, təzyiq bu qrafikdə həcmdən tərs asılıdır. Uşaqlar, nə vaxt tərs olurdular? Temperatur sabit olanda da, üçüncü kəmiyyət sabit olanda. Deməli, bu izotermik prosesdir və həcm artdığına görə də genişlənmə deyirəm. Gəlin indi 1-3 qrafikinə baxaq. Uşaqlar, 1-3 qrafikinə baxdıqda da, baxın, biraz qalın çəkəcəm ki, görəsiniz. Baxın, 1-3 qrafiki budur da, düzdür. Bir dəqiqə, aha, 1-3 qrafikimiz budur bizim. İndi uşaqlar, bu 1-3 qrafikində mən nə görürəm? 1-3 qrafiki fikir verirsə, yenə təzyiq həcmdən tərs asılıdır. Yəni, yenə bu T bərabər konstant halıdır. Yəni, mən yenə də bu prosesə izotermik proses deyəcəm. Amma bu səfər nəyə fikir verirsiniz? Bu 1-dən 3-ə gedəndə ox yuxarı gedir. Yəni, get-gedə nə inir? Təzyiq artır, həmçinin həcm azalır. Buradan artıq görürəm ki, təzyiq artırsa, onsuz da həcm azalmalıdır sözsüz. Onda deməli, bu prosesdə sıxılma adlandıracağım. Sıxılma, yəni həcm azaldığından bu proses bizim üçün sıxılma prosesi hesab olunacaq. İndi gəlin 1-4 qrafikini nəzərdən keçirək uşaqlar. Baxın, 1-4 qrafiki bu qrafikdir. Belə də çəkirəm ki, rahat görəsiniz. Deməli,
Bir dəqiqə, aha, deyək, bax bu qrafik 1-4 qrafikidir. Deməli uşaqlar, mən 1-4 qrafikində nə görürəm? Görürəm ki, 1-4 qrafikində sabit uşaqlar rahat görə bilirəm. Fikir ver. Bax, sabit budur da. Uşaqlar, qrafik hansı oxa perpendikulyarsa sabit odur da. Deməli, burada sabit olan kəmiyyət həcmdir. Yəni, V-nin sabitliyini görürəm. Çünki ox ona perpendikulyardır. V bərabər konstant. V bərabər konstantsa uşaqlar, biz onun adını izoxor demişik. Bunları əzbər bilməliyik. İzoxor və 1-dən 4-ə gedəndə nə olur uşaqlar? Təzyiq azalır. Avtomatik öz-özümə fikirləşirəm. Təzyiq azalırsa, həcm sabitsə, onda temperatur da azalacaq da. Təzyiqlə temperatur düz asılıdır axı. Temperatur da azalırsa, mən buna nə deyəcəm uşaqlar? Təbii ki, soyuma prosesi deyəcəm. Deməli, 1-4 prosesi izoxor soyumadır. İndi gəlin 1-5 prosesinə baxaq uşaqlar. 1-5 prosesində isə görürsünüz ki, bax bu şəkildə yuxarı gedir. Amma yenə də bu həcmin sabit olduğu prosesi də, yəni 1-5 prosesi də bizim üçün yenə də V bərabər konstant halıdır. Yəni, başqa sözlə izoxor prosesdir uşaqlar. Amma bu səfər nə olur? Təzyiq getdikcə artır. Ox yuxarıda 1-dən 5-ə gedir axı. Təzyiq artırsa nə olacaq uşaqlar? Heç nə. Temperatur da artacaq. Onda buna biz artıq izoxor qızma deyəcəyik. Yəni fərqləri də bundan ibarətdir. İzoxor qızma. Sonra gəlin 1-6 prosesinə nəzərdən keçirək. Uşaqlar 1-6 prosesində fikir verirsinizsə, sabit kəmiyyətə baxın, təzyiqdir da uşaqlar. Baxın, təzyiq konstant deyil qrafik. Deməli, burada sabit kəmiyyət təzyiqdir da. Onu da 1-6 qrafikində sabit kəmiyyətimi P götürəcəm. Yəni, P bərabərdir konstant. Mən də bilirəm, təzyiqin sabit olduğu hallar mənim üçün izobar adlanır. Amma sonra nəyə baxıram? 1-dən 6-ya gedəndə nə olur uşaqlar? Həcm azalır. Fikir ver. Həcm azalırsa, temperatur da azalır. Yəni, buna sən izobar soyuma da deyə bilərsən. Soyuma da deyə bilərsən, amma həm də uşaqlar sıxılma da deyə bilərəm. Çünki burada həcm də azalır, temperatur da azalır da. Yəni soyuma da deyə bilərəm, sıxılma da deyə bilərəm, fərqi yoxdur. Sonra baxırıq nəhayət 1-7 qrafikinə. 1-7 qrafikində də yenə də uşaqlar görürəm ki, həcm sabitdir. Həcm sabitdirsə orada, üzr istəyirəm, həcm nə idi? Təzyiq sabitdir 1-7 qrafikində. Çünki P konstant daxı. Həcm sabitdir yazıram, P bərabər konstant. P bərabər konstant izobar deməkdir. Amma mən görürəm ki, uşaqlar, bu 1-dən 7-yə gedəndə həcmi get-gedə artır. Həcmi get-gedə artırsa, temperatur da get-gedə artır. Yəni, sən buna izobar qızma da deyə bilərsən, izobar genişlənmə də deyə bilərsən. Yəni, eyni şeydir, belə deyim. Hər ikisini deyə bilərik. Və salam uşaqlar, bu da olur bizim izoproseslərimiz. Burada da yenə nəsə qaranlıq bir şey qalırsa soruşarsınız. İndi uşaqlar, bir neçə dənə qeyd var. Gəlin o qeydləri mən sizin nəzərinizə salam. Uşaqlar, fərz edək ki, bizim prosesimiz izoxor prosesdir. Yəni, V bərabər konstantdır. Tutalım ki, uşaqlar, V bərabər konstantdır. Düzdür? Yəni, izoxor proses. Uşaqlar, izoxor prosesdə biz dedik ki, nədir? Biz dedik ki, təzyiq, nə də temperatur burada dəyişməyəcək. Həcmdən asılı, həcm onlardan asılı olmayacaq. Yəni, nə təzyiqdən, nə temperaturdan həcm asılı olmayacaq. Çünki burada izoxor proses həcmin sabit qalması deməkdir. Onda uşaqlar, burada bir sıra kəmiyyətlər var ki, onlar da dəyişməyəcək. Baxın, gəlin yadımıza salaq. Uşaqlar, konsentrasiya nə idi? Konsentrasiya N/V-dir. Uşaqlar, burada N onsuz da sabitdir da, rəqəmdir, saydır. V də sabit olanda konsentrasiyanın dəyişmək kimi bir şansı olmur uşaqlar. Onda belə çıxır ki, izoxor proses olanda uşaqlar konsentrasiya da dəyişmir. Yəni konsentrasiyada nə olur olsun, təzyiq, temperatur, nə bilim, nə heç nədən asılı olmayacaq. Yəni izoxor proses elə həcmin də sabit qalması olduğu kimi konsentrasiyanın da sabit qalması deməkdir. Yəni bunu bilə yadımızda saxlayaq. Daha sonra uşaqlar həmçinin sıxlıq nə idi? Gəl yadımıza salaq. Sıxlıq kütlənin həcmi olan nisbətidir. Kütlə olsa sabit olanda həcm də sabit daxı izoxorda. Onda deməli burada sıxlıq da dəyişə bilməyəcək uşaqlar. Yəni mən sıxlığı da həmin anda sabit götürəcəm. Yəni izoxor prosesdə həcm təkcə həcm yox, həcm sabitdir. O 3 parametrlə danışıq olsa biz, amma bunu da qeyd kimi götürürəm ki, həcmlə yanaşı həm də sıxlıq və konsentrasiya da bizim üçün artıq sabit qəbul ediləcək. Bax, bunu qeyd kimi mütləq yadımızda saxlamalıyıq. Daha sonra uşaqlar ikinci qeydimizə gəlin baxaq. Fərz edirəm ki, temperaturun sabit halına baxıram. Yəni T bərabərdir konstant halına baxın uşaqlar. T bərabərdir konstant nə idi? İzotermik proses idi. Uşaqlar yadınızdadır temperatur nə idi? Kinetik enerjinin miqdari ölçüsü. Yəni Y kinetik bərabərdir. Baxın, Y kinetik bərabərdir. Demişdik ki, nədir? Y kinetik bərabərdir 2/3 KT-dir. Uşaqlar K onsuz sabit ədəddir.
3-də 3 rəqəmdir. T dəyişmirsə, izotermik prosesdə isə kinetik enerji burada tək başına dəyişə bilməz. Bu o deməkdir ki, izotermik prosesdə bəli, temperatur sabitdir, amma kinetik enerjində sanki bu dərslərdə onun qardaşı kimi görürdük axı. Ona görə də kinetik enerjidə uşaqlar nə bilim heç nədən asılı olaraq dəyişməyəcək. Yəni sabit qalacaq. Eynən temperatur kimi. Bax, bunları da qeyd kimi götürək. Sonra uşaqlar, gəlin əvvəlki dərslərimizdən keçdiyimiz bir düsturun üzərində biraz danışaq. Baxın, birinci adınızda da biz belə bir düstur keçmişdik. Təzyiq nəyə bərabər idi uşaqlar? Təzyiq bərabər idi NKT. Uşaqlar, gəlin indi biz bunu izotermik prosesə tətbiq edək. Gəlin baxaq ki, güya prosesimiz izotermikdir. Uşaqlar, izotermik prosesdə nə olurdu? T bərabər konstant olurdu. Onda bu düsturdan mən nə görürəm uşaqlar? Əgər T konstantsa, onda sən izotermik prosesdə təzyiq və konsentrasiya arasında düz asılılıq quracaqsan. Fikir verirsiniz, düz asılılığı görürsünüz də, biri bərabərlikdən soldadır, biri sağda, ikisi də surətdədir. Ona görə bunlar arasında mən avtomatik, yəni düz asılılığımı qura bilərəm. İzotermik prosesdə bunların rahatlıqla düz asılı olduğunu görürük. Amma temperatur onsuz da sabitdir, o heç. İndi gəlin fərz edək ki, izobar prosesdir. İzobar proses nə deməkdir uşaqlar? Yəni təzyiqin sabit qaldığı. İndi burada özüm yazıram ki, ola bilər adlarını hələ öyrənməmiş olarsınız. Təzyiq sabit qaldı uşaqlar. Konsentrasiya ilə temperatur nə olur? Vurulurlar. Vurulan kəmiyyətlər tərs asılıdır. Onda deməli izobar prosesdə mən nə edəcəm? Temperaturla konsentrasiya arasında uşaqlar tərs asılılıq quracam. Çünki izobar prosesdə tərs olurlar. İndi gəlin fərz edək ki, izoxor prosesə baxıram. Uşaqlar, izoxor proses nə deməkdir? Uşaqlar, izoxor proses V bərabər konstant deməkdir. Amma nə demişdik? Həm də izoxor prosesdə V ilə yaratışı nələr də sabit olurdu uşaqlar? Konsentrasiya və sıxılıq da. Yəni konsentrasiya konstantdır da. Konsentrasiya da konstant olanda nə olacaq? Təzyiq ilə temperatur arasında yenə də düz asılılıq qura biləcəm. Çünki bərabərliyin solu sağı söhbəti var da. Onsuz da izoxor prosesə PV bölü T-yə görə də biz deyə bilərik ki, burada təzyiq temperaturdan düz asılıdır, yəni fərqi yoxdur. Amma elə bu düsturla da yenə də dediyimiz isbat olunur ki, təzyiq temperaturdan düz asılıdır. Bu da belə. Və salam uşaqlar, bununla da yəni ideal qaz qanunları bitdi. Yenə də nəsə sualınız yaransa soruşarsınız.